Lionel Messi'nin Çempionlar Liqasında ən çox qol vurduğu 10 klub. Milan. Milan siyahıda 3-cü yerdədir. 8 oyuna 8 qol vurub Milana. 8 varsa onda orada bir dənə Bate Borisov var. Bate Borisov siyahıda yoxdur. Manchester United. Manchester United də siyahıda yoxdur. Bate'ye bir oyunu 7'den vurmamıştı. Leverkusen. Arız. Bayer Leverkusen siyahıda 5-ci yerdədir. 3 oyunda 7 qol vurub Bayer Leverkusen. Real Madrid. Real Madrid siyahıda yoxdur. Arsenal. Arsenal siyahıda 1-ci yerdədir. 6 oyuna 9 qol vurub. Harda tutub boşum o söz. Chelsea. Chelsea siyahıda yoxdur. Liverpool. Liverpool da siyahıda yoxdur. Monaco. Monaco da siyahıda yoxdur. Bate yok hiç. Olan grubunda kim var? Ha Shakhtar. Shakhtar da siyahıda yoxdur. PSG. PSG siyahıda 7-ci yerdədir. 10 oyunda 6 qol vurub PSG-nin qapısına. Bavaria. Bavaria da siyahıda yoxdur. Celtic. Celtic siyahıda 2-ci yerdədir. 6 oyunda 8 qol vurub Celtic. Celtic hər yerdə var. Onda. Atletico Madrid olsun. Atletico Madrid də siyahıda yoxdur. 4-cü yerdə qərarlaşmış klub Premyer Liqa təmsilçisidir. 6 və 9 Hollandiya Liqasının təmsilçiləridir. 7-8 Fransa Liqasıdır. Hollandiyada var deyək PSV. PSV siyahıda 9-cu yerdədir. 2 oyuna 4 qol vurub PSV. Ajax'ı da bas böyrünə. Ajax siyahıda 6-cı yerdədir. 3 oyunda 6 qol vurub Ajax-a. Lyon. Lyon 8-ci yerdədir. 6 oyunda 5 qol vurub. Marseille olsun. Marseille siyahıda yoxdur. Man City. Man City siyahıda 4-cü yerdədir. 8 oyunda 7 qol vurub Manchester City-nin qapısına. Əziz izləyicilər, 10-cu yerdə hansı klubun qərarlaşdığını bilirsinizsə, şərhdə bizimlə paylaşın.